31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi və yeni il münasibəti ilə ölkəmizin hər bölgəsində, xüsusilə də təhsil müəssisələrində bayram şənlikləri təşkil olunur. Bugün əməkdaşlarımız Şəmkir rayonunun Düyərli kənd Körpələr evi uşaq bağçasında olublar. Körpələr evi uşaq bağçasında möhtəşəm bayram şənliyi təşkil edilib. Balaca fidanlar rəngarəng rəqs edib, şeirlər söyləyirlər. Tərbiyəçi müəllimlər isə bütün dünyada yaşayan Azərbaycanlı balaca fidanların bayramları münasibəti ilə hər birini ürəkdən təbrik edir, onlara sülh və əmin-amanlıq içərisində xoşbəxt yaşamalarını arzu ediblər. Bayramımız mübarək, elə yobalaşa dolub, təzə ildə, təzə arzular doğub, təzə ildə. Dünya Azərbaycanlıların həmrəylik günü münasibəti ilə və yeni il münasibəti ilə xalqımızı səmimi qəlbdən təbrik edirəm. Sülh, əmin-amanlıq arzu edirəm. Nə xoşbəxt ki, qalib ölkənin gələcəyini yetişdiririk biz burada. Və öz vəzifəmizdən də fəxr edirik, qürur duyuruq. Hər kəsi yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. Uşaqlarla birlikdə bugünkü tədbirimizdə iştirak etməyiniz xoş oldu. Bütün dünyada, ölkədə yaşayan balaca fidanlarımıza sülh və əmin-amanlıq arzulayıram. Yeni iliniz mübarək olsun. Kəmran Əski Paralı, Sənan İsmailov, Səs TV Xəbər, Şəmkir.